Danışanda gərək fikir verəsən, yersiz danışmayasan. Bildin, bilmədin, elə nə gəldi danışmayasan. Bəzən də bizim danışığımızın əksər hissəsi belə olur da, ondan bundan eşitdiklərimizdir. O bir söz deyib, bu bir söz deyib, heç birinin həqiqəti var yoxsa yox, heç onu bilmirik. Ki bu sözün doğrudan həqiqəti var. Ondan bundan eşitmişik, otururuq saatlarla danışırıq. Kimdən nə eşitdin danışmayasan. Danışır, bir başqasının bəzən beynində şübhə yaradır. Soruşanda bunu niyə dedin, niyə danışdın, nəyə əsaslandın danışdın? Gülür, nə bilim, elə filan kəsdən mən də eşitmişim. Adam kimdənsə eşitdiyi sözü belə rahatlıqla danışmaz ki. Bildin, bilmədin, nə gəldi danışmaq insanı izzətsiz eləyər, insanı zəlil eləyər, hörmətsiz eləyər. Sabah bir başqa sözlə deyəndə deyəcəklər ki, onsa bu kimdən nə eşitdi danışır. Ciddi adam deyil. Sözünə çox etimad olunası adam deyil. Niyə? Çünki kimdən nə eşitdi danışan adamdır.